Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Əmək Məcəlləsinə təklif olunan yeni dəyişikliklər artıq Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsində müzakirə olunub və plenar iclasa tövsiyə edilib. Bu o deməkdir ki, yaxın mərhələdə dəyişikliklər parlamentin plenar iclasında müzakirə olunacaq. Qəbul ediləcəyi təqdirdə isə Cənab Prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. Xəbər verilir ki, bu sözləri açıqlamasında Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin üzvü Vüqar Bayramov bildirib. Deputat əlavə edib ki, əsas dəyişikliklərdən biri minimum əmək haqqı ilə bağlıdır. Son illərin təcrübəsi göstərir ki, sosial paketlər çərçivəsində minimum əmək haqqının artırılması daim diqqət mərkəzində olub. İndiyədək icra olunan 5 sosial paketdə minimum əmək haqqının artırılması ilə bağlı qərar qəbul edilir. Lakin bu artımlar daha çox siyasi qərarlar və icra mexanizmləri əsasında həyata keçirilirdi. Yeni dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, minimum əmək haqqının artırılması artıq qanunvericilik tələbi kimi müəyyənləşdirilir. Yəni qanunda açıq şəkildə qeyd olunacaq ki, minimum əmək haqqı ildə ən azı bir dəfə nəzərdən keçirilməli və artırılmalıdır. Bu dövrlük qanunla təsbit edildiyi üçün artıq əlavə qərar və ya sənədlərə ehtiyac qalmayacaq.